Qarabağın əksər futbolçularını biz hətta Eintracht'a göndərsək, çox güman ki, heyətə düşənməyəcəklər orada. Amma Qarabağda bu cür futbol nümayiş etdirirlər. Hər birinin adını ayrıca çəkmək olar ki, həqiqətən yüksək səviyyəli futbol nümayiş etdirirlər. Nədir bunun sirri sizcə? Nurlan, bu gün futbol sistem üzərində qurulur. Yəni artıq əvvəlki Xəqani müəllimin lap dəqiq yadında olar, SSR dövründə, dönəmində, yəni o meydançaların əlverişsiz olan vaxtı sürət və texniki bacarıqlar rol oynayırdı. Bugün də var texniki bacarıqlar təbii ki, yəni Messi'dən onun fərdi ustalığı oldu, amma baxsaq son illərdə nəticə qazanan komandalar, çempionluqlar, sürpriz komandalar, hansı ki Leicester kimi, Arsenal, belə çox adlar çəkmək olar. Blackburn olsun. Çempion olur, növbəti ildə birinci divizyon. Baxırsan, bugün artıq futbol bir sistem üzərində qurulur. Həmin o sistem nəticə gətirir. Mənə görə də bugün Qurban Qurbanovun və ümumi Qarabağda olan ab-hava, klub olaraq orada yaranan ab-hava, baxın, klubun içindən demək olar, kənara xəbər çıxmır. Klubun içində münaqişə demək olar yoxdur. Vardırsa da xırda məsələlər elə orada da qalır. Bu da vacib məqamdır. Nəticə qazanılmasında bir klub kimi formalaşmada. Gəlirik yaşıl meydana, orada baxsan futbolçular bir-birini gözü yumulu başa düşür. Seleksiya məsələsi var. Qurban Qurbanovun seleksiyası, hansı ki, az öncə də onu qeyd elədik, verilişdən qabaq ki, vaxtı ilə Bolqarıstan çempionatının iddialısında yox, ortababında oynayan, Portuqaliyanın segundasında oynayan futbolçular, hansı ki, heç kimə lazım deyildilər, 5.000, 6.000 avroya oynayırdılar və əgər onlar 25-26 yaşına kimi, 24 yaşına kimi həqiqətən bacarıqlı futbolçuydusa, mən inanmıram ki, Liverpool, Manchester United, Inter, Eintracht belə onları görməsin. Yəni adamlar dünyanın dörd bir yanına skautlar göndərirlər. Amma Qurbanov onları görür, gedir, gətirir, üstündə işləyir. Mateus'un, Kadinin, Ramao'nun, Richard'ın, bunların hamısının böyüməsində, futbolçu olmasında Qarabağdakı sistem, və ən əsası agentlərlə oyuna getmir Qurban Qurbanov. Bəli, bəli, özü seçir. Bütün dünya futbolu il ərzində scouting sistemi var klubun, hansı ki tanınmış şəxslər yığılıb orada, yəni futbolu bilən. Onlar 20-30 futbolçu olur il ərzində. Görürsünüz, Qurban Qurbanov hər açıqlamasında deyir ki, biz dayanmadan ilin 12 ayına 365 gününü axtarırıq, futbolçu axtarırıq. O 20-30 futbolçunu incəlirlər, belə deyə, aş süzəndən süzülüb gəlib 3 nəfər düşür Qurban Qurbanovun qabağına. Artıq o 3-4 nəfərlə bağlı yekun qərarını verir. Yəni, bu futbolçuları futbolçu eləyən heç kim yaxasını kənara çəkə bilməz. Heç bir legioner, heç bir yeri futbolçu. Bu futbolçular futbolçu eləyən Qarabağdır, Qurban Qurbanovdur. Və köməkçiləri. Təbii ki, yəni köməkçiləri, oradakı məşqçi stafı və oradakı ab-hava. Bugün Qarabağlı futbolçuların dəyərə minməsi artıq yəni milyonlarla ölçülür. Hətta qələbədən sonra əbəs yerə deyildi ki, əksər futbolçular Qurban Qurbanovun üstünə qaçırdılar onu ricalamaq üçün. Yəni ağsaqqal deyək də, artıq yəni orada bir özü haqqında xoş imic formalaşdıra bilib. Halal olsun, belə davam eləsinlər və davam gəlsin inşallah.